Şəki Hazırlıq Mərkəzi gələcəyinin parlaq üfüqlərini bizimlə birlikdə görmək istəyənlər üçün fəaliyyət göstərir. Mərkəzimizdə müxtəlif yaş qrupları və səviyyələr üçün geniş tədris proqramları təqdim olunur. 2-6 yaş arası uşaqlar üçün məktəbə qədər hazırlıq dərsləri keçirilir. Bu mərhələdə uşaqların dünya görüşü artırılır, düzgün danışıq və nitq qabiliyyəti inkişaf etdirilir, hərflər və rəqəmlər öyrədilir. 1-4-cü sinif şagirdləri üçün ibtidai hazırlıq dərsləri keçirilir. Bu siniflər üzrə kursumuzda hazırlaşan şagirdlərə eyni zamanda verilən məktəb tapşırıqlarının həll olunmasında yaxından köməklik göstərilir. 6-11 yaşlı uşaqlar üçün mental aritmetika kurslarımız mövcuddur. Bu dərslər uşaqlarda sürətli və düzgün hesablama bacarığı, güclü diqqət və konsentrasiya, analitik düşüncə, yaddaşın inkişafı və riyaziyyata maraq formalaşdırır. 5-8-ci sinif şagirdləri üçün təkmilləşdirmə kurslarında məktəb proqramı daha dərindən öyrədilir. 9 və 11-ci siniflər üçün buraxılış və attestat imtahanlarına hazırlıq, həmçinin abituriyent kursları təşkil olunur. Bu proqramlar kurikulum və qəbul tələblərinə uyğun şəkildə qurulub. Fərdi yanaşma tətbiq edilir və hər ay sınaq imtahanları keçirilir. Dərslər elektron lövhələrdə interaktiv şəkildə keçirilir. İlkin qeydiyyat dönəmində qeydiyyatdan keçən ətraf kənd məktəbliləri üçün ödənişsiz nəqliyyat xidməti göstəririk. Eyni zamanda müxtəlif gəzintilər, ekskursiyalar və valideynlər üçün seminarlar təşkil olunur. Yuxarıda göstərilən tədris xidmətlərindən faydalanan hər bir dinləyicimizə dərs vəsaitləri verilir və hər ay keçirilən sınaq imtahanları vasitəsilə bilikləri ölçülür və dəyərləndirilir. Bundan əlavə, bütün yaş qrupları üzrə ingilis dili kursları, müəllimlər və axırıncı kurs tələbələri üçün kurikulum, MİQ hazırlığı keçirilir. Tədris prosesində əsas üstünlüklərimiz peşəkar müəllim heyəti, fərdi yanaşma, kiçik qruplar, interaktiv dərslər və səmimi mühitdir. Şagirdlərin nəticələri daim izlənilir. Zəif nəticə göstərənlərə əlavə məşğələlər keçirilir. Amma bizi fərqləndirən əsas cəhət nailiyyətlərimizdir. İndiyə qədər 275 nəfər şagirdimiz 500-600 arası, 184 nəfər isə 600-dən yuxarı nəticə göstərmişdir. 10 nəfər şagirdimiz prezident təqaüdünə layiq görülmüşdür. Ümumi qəbul göstəricimiz isə 98%-dir. Bu uğurlar sadəcə rəqəm deyil, bu hər bir şagirdə göstərilən diqqətin və düzgün tədris sisteminin nəticəsidir. Mərkəzimizdə yüksək nəticə göstərən məzunlar xüsusi mükafatlarla da təltif olunur. Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanında 300 bal toplayan hər bir dinləyicimizə 300 manat, Dövlət İmtahan Mərkəzinin qrup imtahanında 400 bal toplayan hər bir dinləyicimizə 400 manat, prezident təqaüdçülərinə 500 AZN pul mükafatı verilir. Bizim məqsədimiz təkcə imtahandan keçmək deyil, ən yüksək nəticəni əldə etməkdir. Şəki Hazırlıq Mərkəzi ilə siz də uğurun bir parçası olun.